Hoş gördük mənim qalib millətim, qalib xalqım. Bugün sizlərə mən Ulu Borçalımın baş keçidinin Kirov elində, dağlar qoynunda dünyaya göz açan şair Qəzənfər bəy Qiyasoğlu yaradıcılığından 3 bəndlik Olarmı adlı bir gözəl şeirini paylaşıram. Şair yazır ki, əslindən, nəslindən xəbərsiz olan, zatı qırıq olandan adam olar mı? Başını təm bölüb soğsan da ağıl, təməlsiz ağıldan ağıl olar mı? Qaloşluq yolundur şərəflə deyən, şeytana daş atıb çuxasını geyən, qapılar dalında tulalıq edən şərəfsiz insandan kişi olar mı? Daban yalayarak taxtaca çatan, maşalı qeyləyib küllükdə batan, qeyrəti vicdanı var hala satan, şalvar geyəndən kişi olar mı? Şalvar geyəndən kişi olar mı? Sağ olun dostlar.